keçmişin qaranlıq olmağı o demək deyil ki, insanın gələcəyi parlaq olmayacaq. Quranda buna misal da var ki, Fironun həyat yoldaşı Asiya xanım ki, cənnət qadınlarından biridir, onun keçmişi qaranlıq idi, özü də Fironun həyat yoldaşı idi, amma haqqı gördü, haqqı qəbul elədi, haqqa görə şəhid oldu və şəhid olanda da Allaha ərklə dedi ki, gəlirəm, bizim dildə desək, gəlirəm yanıva, öz yanında mənim üçün yer elə. Bir ev tikkinən öz yanında mənim üçün. Bu qədər qeydəsi möhkəm idi və aqibəti xeyirli oldu. Baxmayaraq ki, keçmişi qaranlıq idi. Həzrəti Nuhun oğlu, bir oğlu nə oldu? Cəhənnəmə vasil oldu. Nə olsun ki, ata babası peyğəmbər idi.